Yeni əsrin ədəbi cərəyanlarından biri olan metamodernizmdən danışacağıq. 2000-ci illərin əvvəlində iki Hollandiyalı gənc alim Timothy Vermeulen və Robin van den Akker yeni bir cərəyan elan elədilər. Metamodernizm. 2000-ci illərdən bəri cərəyan yaratmaq istəyən xeyli müəllif olsa da, onların heç biri humanitar fikirdə özünə yer tapmamışdı. Ancaq necəsə metamodernizm səs sala bildi. Bu iki müəllif deyir ki, iddia eləyir ki, postmodernizmin hər şey olar, hər şeyi dekonstruksiya eləyək, hər şeyi rişxənd edək, müəllif ölüb ideyası artıq öz ömrünü başa vurub. Bu şeylər gətirib bizi heç bir yerə çıxartmadı. Biz qayıtmalıyıq, yarımçıq qalmış, bəlkə də bitməsini hələ çox tez elan elədiyimiz modernizm layihəsinin bərpasına. Bunu da recycling, faydalı yenidən dönüşüm adlı bir ekoloji terminlə izah edirlər. Və onlar öz fikirlərini əsaslandırmaq üçün filosof ədəbiyyatşünas Raymond Williams'ın hissin strukturu anlayışını da metamodernizmin manifestinin içərisinə daxil edirlər. Hissin strukturu deyəndə isə nə demək istədiklərini bir qəribə bənzətməklə izah etməyə çalışıblar. Onlar deyirlər ki, hesab eləyək ki, bir viski götürmüşük əlimizə və bu viskinin üzərində onun daxilindəki bütün ingrediyentlər yazılıb. Harada istehsal olunmağı, neçə il çəlləkdə saxlanmağı və s. Ancaq bunların içərisində yazılmayan bir şey də onun hansı mühitdə, məsələn, Aralıq dənizi sahilindədirsə, Aralıq dənizinin atmosferinin də ona təsiridir. Bax, buna hissin strukturu deyirlər. Yəni, üzərindən nə qədər keçsə də, hazır məhsul əlimizə gələndə bizim unutduğumuz atmosferin, mühitin həmin mətnə təsiri. İkincisi, fizikadan askilasiya adlı bir termini manifestin içərisinə daxil edirlər. Askilasiya yırğalanma deməkdir. Müəlliflər iddia edirlər ki, insan heç vaxt postmodernizmdəki kimi başdan başa ya rişxəndin, ya ironiyanın üzərində ola bilməz. O bəzən səmimiyyət axtarır, bəzən kədərlənir, bəzən qəmlənir, bəzən isə hər şeyi ironiya eləmək istəyir. Yəni, necə ki, saatın kəfkiri yırğalanır, o insan hisslərin üzərində yırğalanmaqla məşğuldur. Yəni, müəlliflər də bədii mətnin içərisində bu yırğalanmanı, dinamikanı, hisslərin dalğalanmasını özlərinə əsas meyar götürməlidirlər. Üçüncü isə istinad edirlər məşhur filosof, sosioloq Francis Fukuyama'nın 90-cı illərdə SSR-i dağılandan sonra yazdığı bir məqaləyə. Francis Fukuyama həmin məqalədə iddia eləyirdi ki, bəşəriyyət artıq gəlib özünün finish nöqtəsinə çatıb. Yəni, liberalizm bəşəriyyətin gəlib çata biləcəyi ən sonuncu həddir. İndi bizim işimiz gəlib çatdığı bu sonuncu həddi dünyanın ayrı-ayrı yerlərinə tətbiq eləmək, yaymaqdır. Yəni, tarixin təkəri dayanıb. Ancaq metamodernizmin manifestini yazan bu iki gənc alim deyirlər ki, yox, tarixin təkəri dayanmayıb, tarixin təkəri yenidən işə düşməlidir. Hər şey bitib deyə hər şey olar tezisi, yəni postmodernizmin hər şey olar tezisi yanlışdır. Yenə də yeni axtarışlar mümkündür, yeni vasitələrlə nələri eləmək mümkündür. Və nəhayət sonda postmodernizmin müəllif ölüb iddiası absurddur. Müəllif ölməyib, sağ-salamatdır.